Zelenski Makrona yox dedi. Kiyev, Parisin Rusiyaya qarşı təklifini bəyənmədi. Ukrayna prezidenti Volodymyr Zelenski bildirib ki, BMT sülhməramlı missiyası Ukraynanın müdafiəsi üçün potensial hərbi kontingentə alternativ kimi nəzərdən keçirilə bilməz. Report xəbər verir ki, bu barədə ölkə başçısı Çekiya prezidenti Peter Pavel'la birgə mətbuat konfransında söyləyib. Bütün hörmətlə, BMT bizi işğaldan və ya Putinin yenidən gəlmək istəyindən qoruya bilməz. Biz BMT-ni kontingentə və ya təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük deyə Ukrayna lideri qeyd edib. O əlavə edib ki, Ukrayna BMT ilə dialoqu dəstəkləsə də sülhməramlı missiyaya təcavüzün qarşısını almaq üçün səmərəli vasitə kimi bel bağlamır. Zelenski həmçinin vurğulayıb ki, Moskva artıq bütün beynəlxalq normaları pozub və onun rəhbərliyi BMT-nin qərarlarından qorxmur. Xatırladaq ki, daha öncə Fransa prezidenti Emmanuel Macronun BMT sülhməramlı missiyasını Ukraynaya Avropa qoşunlarının göndərilməsinə alternativ kimi nəzərdən keçirdiyi bildirilmişdi.